Vaxtınız xeyir olsun. Bu günlərdə Türkmen kəndindəyik. Buradan da Türkmen kəndinin cəmaatını salamlayıram. Türkmen kəndində 6 sot torpağın içərisində belə bir evimiz satışa çıxdı. Evimizin qazı, işığı, suyu, Wi-Fi da belə mövcuddur. Evimiz əraziyə uyğun olaraq bələdiyyə sənəti iləndir. Evimizin satış qiyməti 60.000 manatdır. Razılaşma yolda var. Allah alana da, satana da xeyir versin. Bugün ərazini sizlərə təqdim edəyək. Buraya evimizin giriş hissəsidir. Evimiz əvvəldən axıra qoşabarı iləndir. Evimizin tikilmə məqsədi 2 mərtəbəli mənzil üçün tikilibdir. Bura evimizin birinci mərtəbəsidir. Bura bir otaq. Bu hissəsi koridor hissəsidir. Bu hissəsində hamam və samizen inşa olunacaqdır. Bu hissəsində bir yataq otağı inşa olunacaq. Bu hissəsində ikinci yataq otağı inşa olunacaq. Bu hissəsində də qonaq otağı. Evimizin ərazisində yardımcı otaqda tikilibdir. Oranı da sizlərə təqdim edək. Bura yardımcı otağın hamam və samizen hissəsidir. Bu hissəsində yardımcı otağımız yerləşir. Burası tam təmirli vəziyyətdədir. Alan şəxsən burada yaşaya bilər. Bu hissəsində də bir dənə yataq otağı yerləşir. Burası da tam təmirli vəziyyətdədir. Bu hissəsində də mətbəx yerləşir. Buranın da təmiri yaxşı vəziyyətdədir. Hörmətli tamaşaçılar, evimiz 3 otaq, 1 zal, mətbəx, hamam və samizendən ibarətdir. Birinci mərtəbənin kubiklər olan hissələri hörülüb, qutarılıbdır, qalıb ikinci mərtəbə. İkinci mərtəbəni də inşa edə bilərsiniz. Bu evi, bu vəziyyətdə də bir mərtəbəli, köşkülü ev də edə bilərsiniz. Evimizin satış qiyməti 60.000 manatdır. Razılaşma yolu da var. Allah alana da, satana da xeyir versin. Sizlə mən idim, Babam Makrel, sağ olun, yarın görüşürüz.